Hakimin belə epizodda səhvə yol verməsi və nəticədə bu Qarabağa yaxşıdır ki, çox da təsir göstərmədi. Sandro Schörer idi, İsveçrəli, Alman əsli olan bir hakimdən söhbət edirik. Alman dilli bir referi. Bu bizi narahat edirdi, amma qəlbimizin dərinliyində düşünürdük ki, vaxtı ikən Clement Turpin Qarabağın oyununa təyinat alanda da şübhələr var idi, amma Clement Turpin əsl ədalətli və ədalət təmsilçisi necə olmalıdırsa onu bizə göstərmişdi. Biz Sandro Schörerdən eynisini gözləyirdik, amma sağ olsun İsveçrəli referi bizim ehtimallarımızı alt-üst elədi. Mən düşünürəm ki, Sandro Schörer hələ yolun əvvəlindədir. Öyrənəcəyi çox məqam var. Söhbət hakimlikdən getmir, söhbət ədalətsizlikdən gedir və düşünürəm ki, bu yolda onun Çex referi Miroslav Zelenkadan alacağı çox dərslər var ayda. Söhbət Inter-Qarabağ oyununda Qarabağın haqqını heç edən Çex referdən gedir. Sadəcə olaraq nəyə görə deyirəm Zelenkadan alacağı dərslər çoxdur? Çünki həmin oyunda Çexiyalı referi, Çex referi 90 üstə gəl 6-cı dəqiqədə bizim haqqımıza girdi. Bizim haqqımız olan qolu qeydə almadı və artıq ondan sonra vaxt tükənmişdi, vaxtı qalmamışdı Qarabağın. Dünən Sandro Schörer tələsdi. Bu Sandro Schörerin təcrübəsizliyini, ədalətsizliyi baxımından təcrübəsizliyindən yazılmalıdır ki, o Zelenka kimi təcrübəli olsaydı bizim son dəqiqələrdə haqqımıza girərdi. O biraz tələsdi Eintracht tərəfdən olmağa, amma vaxtımız var idi. Nə Qarabağ adını, nə Qarabağ gücünü Sandro Schörer dünən sındıra bilmədi. Biz dünən Eintracht'a qalib gəldik. Biz dünən UEFA-nın bu oyuna təyin etdiyi Sandro Schöreri məğlub etdik. Bu Qarabağ komandasında ötən verilişlərdə, öncəki verilişlərdə dediyimiz nəyi sübut eləyir? Biz artıq hesabda geri düşərkən, hakim bizə qarşı olarkən bütün bunlara hazırıq. Bütün bunlara Qurban Qurbanov və onun döyüşçüləri hazırdılar. Sandro Schörer əlindən gələn etsin, amma biz yenə də qalib gələcək. Dünən 93-cü ikinci dəqiqədə bilməm, sən də şahidi oldun yoxsa yox. Həmin görüntülər sosial medianın bəzəyi olmuşdu. Qurban Qurbanovun futbolçularına irəli get deməsi və ondan cəmi bir dəqiqə sonra 93-cü dəqiqədə vurulan o tarixi qol Bəhlul Mustafazadə səmimi qəlbdən təbrik edirik. Ən böyük təbriklər Bəhluladır. Yaxşı ki, həqiqətən də Bəhlul... O qolu Bəhlul vurdu. Bəli, çox layiqli, belə deyək, namizədidir həmin qola və təbii